27. Proqramın icrası nəticəsində monitorun ekranına nə çıxacaq? A dəyişəni 5-dir, B dəyişəni 8-dir. Print str A, str B. Bu str A, str B nə deməkdir yazaq? Sətir. Sətir, sətir. Yəni indi burada nə olacaq? Nə baş verəcək? A plus B 13 olur. Sətr tipini də toplayır axı. Sətr tipini də toplayırsa nə olmalıdır? Aha. Yəni bax bu şəkildə 5 rəcəb 8. Bunun nəticəsi nədir? Bunun nəticəsi budur bax. 5 8. Bu da çıxışa verilən zaman bu şəkildə. Başqa? 19-cu səhv nədir? 19. A 22-dir, B 17-dir. Sətir tipində 17 deməyək ki, sətir tipində 1 7 deyək ki, ədəd deyil da, nətər 17 deyə bilmirik. Biz ədədlə sətiri toplaya bilmirik. Xəta baş verəcək. Sintaksis xətası verəcək. Bizə xəbərdarlıq eləyəcək ki, bax bu birinci sətir olsa, bu ikinci sətir olsa, bu üçüncü sətir olsa, line, yəni üçüncü sətirdə sintaksis xətası var və bizə deyəcək ki, sətirlə ədədi toplaya bilmirik bu şəkildə. Otuz səkkiz. Aha, proqram kodu verilib. Proqramın icrası zamanı klaviaturadan ard-arda ədədlər daxil edilir. Birinci A daxil edilir, sonra B, sonra C. A B-dən böyükdürsə, A ilə B-ni birinci yoxlayır. Şərt ödənsə, yəni A B-dən böyük olsa, düşəcək A ilə C-ni müqayisə eləyəcək. Əgər A da C-dən böyük olsa, bu şərt də ödənsə, print A olacaq. Yəni buradan görmək olur ki, daxil edilmiş 3 ədədi müqayisə eləyir və bunların içərisindən ən böyüyünü ekrana çıxarır. A ilə B-ni müqayisə eləyir. Əgər A B-dən böyükdürsə, A ilə C-ni müqayisə eləyir. Əgər A C-dən böyükdürsə, ən böyük olaraq bu üçün içərisində A-nı ekrana çıxarır. Əks təqdirdə, yəni A artıq B-dən böyük deyil. Bu zaman C ilə B-ni yoxlayır. C B-dən böyükdürsə, deməli ən böyük C-dir. Onun da əks təqdirdə, onun da else-sində deməli B böyükdür. Ən böyük. Əlli bir. Rəqəmli ədəd daxil edirik burada. Int input vasitəsilə və n-ə mənimsədirik. K bərabərdir n-in ona bölünməsindən alınan qalıq. Biz demişdik ki, ona bölmə nəticəsində alınan qalıq daxil edilmiş ədədin sonuncu rəqəmidir. Yəni, tutaq ki, bura biz 358 daxil eləmişiksə, K burada nəyə bərabər olacaq? K bərabər olacaq 8-ə. İkinci halda ədədi 10 dəfə azaldır. Yəni 10 dəfə azaltmaq odur ki, 8-ə atdı da, yerdə qaldı 35. 35-in 10-a bölünməsindən alınan qalıq. Yəni artıq 3 rəqəmli ədədin ortadakı rəqəmini götürür.
Üç rəqəmli ədədi 100-ə tam böləndə e, artıq yüzlüyü götürür. Yəni, məsələn, 358-i 100-ə tam böləndə 3 qalır. Onun nəticəsində 3 olur. İndi bizə deyir ki, print KDM, KDM-i çap elə, onların arasında bərabərdir qoy. Sep metodu budur. Çapa gedən ifadələrin arasına simvol qoyur. İkisinin arasına da, məsələn, belə deyək də, laf göstərək burada. KDM ardıcıllığı nədir? 8, bu şəkildə olacaq. Bərabərdir. 5 bərabərdir. Nə? 3. Bu şəkildə çapa gedəcək. Bərabərdir nə idi? Üzr istəyirəm, uşaqlar, bərabərdir nə idi? Sep bərabərdir boşluq. Bu şəkildə çapa gedəcək. 8, boşluq, 5, boşluq 3. Bu şəkildə. Bu çapa gedəcək. Verilmiş ədədlərin ən böyük deyil, verilmiş ədədlər rəqəmlərin tərs ardıcıllıqla düzəcək. Bəli, 358 daxil etmişdiksə 853 ekrana çıxmış olur. B variant. Bu metodu yadınızda saxlayın, uşaqlar. Bu KDM-in tapılması sizə çox yerdə qabağınıza çıxacaq. 3 rəqəmli ədədlər üçün. Təbii ki, çox rəqəmli üçün də işləyir. Bunu çox rəqəmli üçün necə eləyərik? Sadəcə olaraq heç bunun üçünə də ehtiyac yoxdur. N-in 10-a bölünməsindən alınan qalıq. Bax, məsələn, taç deyərəm ki, K bərabərdir. N-in 10-a bölünməsindən alınan qalıq. Sağdan birinci rəqəmi götürdüm. Ondan sonra da bunun ardınca deyərəm ki, N bərabərdir. N-i 10 dəfə azalt. Bu 3 rəqəmli olmur. Neçə rəqəmli olur olsun, artıq həmin o çox rəqəmli ədədi hər dəfə sağdan birinci rəqəmini götürəcək, 10 dəfə azaldacaq. Sağdan birinci rəqəmini götürəcək, 10 dəfə azaldacaq. Təbii ki, bunun üçün şərt qurulur. Məsələn, adətən deyilir while n böyükdür 0. Proqram bizdən nəyi tələb eləyirsə, ona uyğun kod yazarkən istifadə olunur. Bax, bunu yadınızda saxlayın. Bu şəkildə. Bu üçlük, 3 rəqəmli ədəd üçündür. Biraz uzundur. Amma bu ikisi bütün çox rəqəmli ədədlərdə işləyir. Problem yoxdur. Da belə. Əlli Birinci ədəd daxil edilir, A-ya mənimsədilir. İkinci ədəd daxil edilir, B-yə mənimsədilir. Nə qədər ki, A, B-dən fərqlidir. A, B-dən fərqli olduğu müddətdə bizə şərt qoyur. Deyir, əgər A, B-dən böyükdürsə, A bərabərdir A minus B-ni hesabla. Əks təqdirdə B bərabərdir B minus A-nı hesabla. Yadınızdadır, bunun hətta biz blok sxemini də qururduq. Deyirdik ki, nə deyirdik? Deyirdik ki, iki ədədin əbobunu tapmaq üçün istifadə olunan nədir? Proqram kodudur. Ədədlər daxil edilmiş iki ədəd bir-birindən fərqlidirsə, bərabərdirsə problem yoxdur. Yəni, iki ədəd daxil edilir. Bunlar bir-birinə bərabərsə, onların əbobları elə özləridir. Fərqli olduğu müddətdə böyükdən kiçiyi çıxırıq, böyüyə mənimsədirik. Ta ki, çıx mənimsə, ta ki, bir-birinə bərabər olana qədər. Nəticədə bir-birinə bərabər olanda artıq o tapdığımız ədəd bunların əbobu olmuş olacaq. Həndəsi orta məlumdur, ədədi orta məlumdur. Ən böyük ortaq bölən məlumdur. Armstrongu keçən dəfə demişdim. Bir dənə qaldı palindrom. Armstrong bilirsiniz də, onu Sübhan Muzayevdə demişdik. Məsələn, n rəqəmli ədədin rəqəmlərinin sayı qədər hər bir rəqəmin üstü n toplayırıq. Nəticədə həmin ədədi alırıqsa, bu ədəd nədir? Armstrong ədədidir.
Nümunə ilə göstərsək, məsələn, tutaq ki, 3 rəqəmli bir ədəddir. A, B, C. 3 rəqəmli olduğuna görə deyirik ki, A kubu üstəgəl B kubu üstəgəl C kubu bərabərdirsə A, B, C-yə bu nədir? Armstrongdur. Palindrom isə soldan sağa və sağdan sola eyni oxunan ədəddir. Məsələn, 232. Bax, bu palindrom ədədidir. Və yaxud da 111. Nədir? Palindrom ədədidir. Bunları yadınızda saxlayın. Armstrongla palindrom. Bunlar sizə biraz yad ola bilər. Bu da belə. Davam eləyək. Əlli ikiyə baxaq da. Aha. N ədədi, tam ədədi daxil edilib. I1-dir, F1-dir. Baxın uşaqlar, bir dənə sayğac var, bir dənə də hasil var. Ümumiyyətlə, sayğacla hasil bir yerdə verilibsə, bu faktorialla bağlıdır. Bu ipucu olaraq yadınızda qalsın. İndi deyək ki, nə qədər ki, i kiçikdir, bərabərdir n-dən, yəni i-nin ilkin qiyməti 1-dir. I daxil edilmiş ədəddən kiçik bərabər olduğu müddətdə f bərabərdir, f vurulsun i-ni hesabla. Ondan sonra da i-ni bir vahid artır. Bu n faktorialı hesablayır. Bax, məsələn, f1-dir, i1-dir. F-in qiyməti 1 olacaq. I-nin qiyməti 2 olacaq. Tutaq ki, n üçün biz nə daxil eləmişik? 4 daxil eləmişik. 2 4-dən kiçikdir. Bəli, kiçikdir. 2-ni vurassan 1-ə 2. 2-ni bir vahid artırassan 3. 3 4-dən kiçikdir. Bəli, 3-ü vurassan 2-yə 6. 3-ü bir vahid artırassan 4. 4 4-də bərabərdir. Bəli. 4'ü vurassan 6'ya 24. 4'ü bir vade artırarsan olacaq 5. 5 4'dən kiçik bərabərdir deyil. Burada proqram bitir. Print F. F'in ən sonuncu qiyməti nə oldu? 24. 4 daxil eləmişdik. Çapa 24 çıxdı. Deməli, nə hesabladı bu? 4 faktorialı hesabladı. Bu tipli suallarda uşaqlar gördünüz alınmır da. Yəni belə tapa bilmirsiniz. Dərhal ədədi daxil eləyin də. Burada n-i daxil eləyin. 3 mü, 4 mü, 5 mi? Çox böyük daxil eləməyin ki, bu həm vaxtı aparacaq bunları hesablamaq, həm də bu müəyyən hesablamalardan sonra çaşqınlığa səbəb olacaq. Yəni, məqsədin tutana qədər, da proqramın məqsədini tutana qədər hesablama aparmağınız kifayətdir. Çox kiçik daxil eləsəz, məsələn, proqramın məqsədini tutanmayasınız. Məsələn, 1, 2 daxil eləsəz, bu alınmayacaq. Bilməyəsiniz söhbət nədən gedir. Adətən 3, 4, 5, bax, belə daxil eləməyiz sizi məqsədə apara bilər. Nəzərinizdə olsun. Deməli, bu nəyi tapdı? Bu faktorialı tapdı da. Bir dənə məsələ var burada. İstənilən n ədədini daxil eləməmişik biz. Biz n-ə tam ədəd daxil eləmişik. N tam ədədinin faktorialında daxil edilmiş n tam ədədinin faktorialını hesablayıb. Belə deyə bilərik. İstənilən biraz fərqli mənada işlənə bilər. Bu belə. Başqa? %64. Aha. Armstrongu yoxlayır. Bax, Sabir, görürsən? 4 rəqəmli ədəd olduğuna görə 8 üstü 4, üstəgələ 2 üstü 4, üstəgələ 0 üstü 4, üstəgələ 8 üstü 4. O hesablayandan sonra, bax, bu hesabın sənin 8208-ə bərabər olsa əgər, demək bu ədəd nədir? Armstrong ədədidir. Və yaxud da burada 153 hesablayır. Məsələn, 1-in kubu 1-dir. Üstəgələ 5-in kubu nədir? 125-dir. 3-ün də kubu nədir?
27-dir. Bunun cəmi nəyə bərabərdir? 153-ə. Demək, bu 153 nədir? Armstrongdur. İndi bunu biz koda tətbiq eləməliyik. Ədəd daxil edilir. Ədəd daxil edildi. Ədəd bilmirik daha, bu çox rəqəmli ədəddir. Bilmirik ki, bu 2 rəqəmlidir, 3 rəqəmlidir. Bir dəqiqə görüm, deyir burada neçə rəqəmlidir. Aha, demir neçə rəqəmlidir. Ona görə də bayaq dediyim metoddan istifadə eləməliyik da. Birinci halda, deyək ki, məsələn, A bərabərdir, baş daxil edilmiş N-in ona bölünməsindən alınan qalığı tapırsan. İkinci halda da A-nı, N-i 10 dəfə azaldırsan. N-i 10 dəfə azaldırsan. Ədədin rəqəmlərini götürmək üçün. Məsələn, A variantında ədəd burada deyək daxil edilir. Bu 3 rəqəmli ədəd üçündür. N bərabərdir. A bərabərdir N 100-ə tam böl. B bərabərdir 10-a tam böl. Ondan sonra 10-a qalıqlı böl. C bərabərdir 10-a qalıqlı böl. A, B, C. Artıq ədədin nədir? Rəqəmləridir. Bəli. Məsələn, tutaq ki, bura biz 153 daxil eləmişiksə, burada A 1 olacaq, B 5 olacaq və C 3 olacaq. İndi deyir ki, əgər A üstü 3, yəni A-nın kubu, üstə gələk B üstü 3, B-nin kubu 5 üstü 3, üstə gələk C üstü 3, 3 üstü 3 bərabərdirsə N-ə, daxil etdiyimiz N-ə, print yes, else, print no. 3 rəqəmli ədəd üçün bu işləyir. Amma ədəd 4 rəqəmli olsa, tutaq ki, bu işləməyəcək. Bax, bu kod işləməyəcək. Digər variantlara baxaq. Bunun 2 nöqtəsi yoxdur. Bunun 2 nöqtəsi yoxdur. Yəqin ki, xəta cəhətdən bunu götürmür. Yoxsa hər şey yerindədir. Print yes, print no. Bunun 2 nöqtəsi çatmır burada. Buna səhv deyək. Bunun nəyə çatmır? Burada qüvvətə yüksəltmir da, burada vurur. A vurulsun 3, B vurulsun 3, C vurulsun 3. Bu da səhv götürək. D-də nədir? D-də də vurur. Heç başqa şeyə baxmağa ehtiyac yoxdur. Y-də də vurur. Amma bu kodu qəbul eləmək olmaz da. Bu 3 rəqəmli ədəd üçündür. Bunu çox rəqəmli ədəd üçün mən yadıma salarsınız, bunu qurarıq. İnşallah qismət olsa bu suallarımızdan sonra. Mütləq bir nəfər yadında saxlasın, mənim yadıma salarsınız. Bunun kodunu yazarıq. Çox rəqəmli də, yəni ədəd üçün n rəqəmli ədədin palindrom olub olmamasını yoxlayan proqramı yazarıq. İnşallah qismət olsa. Davam eləyək indilikdə. Yaxşı, başqa? 69. 63. Int input ədədi daxil edin. Ədəd daxil edilir, n-ə mənimsədilir. F bərabərdir 1 var. O in range 1-dən n-ə. N plus 1 nə demək uşaqlar? Əgər n olsaydı, biz n-1-ə qədər götürəcəkdik. Baxın, əgər məsələn n 9 olsa, biz 1-dən 8-ə qədər götürəcəkdik. İndi burada 9-un özünü də götürməsi üçün n plus 1 deyir. Yəni, nəticə etibarilə n-in özünü də götürmək üçün n plus 1 deyir. Çox gözəl. Yəni, 1-dən n-ə qədər n də daxil olmaqla f bərabərdir, f olsun n-i hesabla. 1-dən n-ə qədər ədədləri bir-birinə vurasın sadəcə olaraq.
İstənilən n ədədinin faktorialını hesablayır. 1-dən n-ə qədər ədədləri bir-birinə vurur. N-in yerinə məsələn götür, nə qoy? 5 qoy. N-in yerinə 5 qoymağın o deməkdir ki, n-in 1, 2, 3, 4 və 5 qiymətlərində f bərabərdir, f vurulsun, n-i hesabla. F 1-dir. 1-i 1-ə vuracaq, 1 alacaq, 1-i 2-yə vuracaq, 2 alacaq, 2-ni 3-ə vuracaq, 6 alacaq, 6-nı 4-ə vuracaq, 24 alacaq, 24-ü 5-ə vuracaq, 120 alacaq. Ən sonunda da əməl edəcək f-ə və print f deyəcək. Neynədir? 5 faktorialı hesablanır bu şəkildə. 60 neçə demişdiniz bir də? Altmış dokuz. Aha, bax, input. Inputun fikir verirsinizsə, qarşısında int yoxdur. Bu nə deməkdir? Bu deməkdir ki, sətir daxil edilir də, ədədə çevrilmir. Siz bilirsiniz ki, input birbaşa sətir daxil eləmək üçündür. Biz həmin o sətri ədədə çevirmək üçün qarşısına bir dənə int yazırıq. Bu məlumdur. Bir dənə result adlı bir dəyişənimiz var. Bu result elə bir mənası yoxdur, siz bunu bilirsiniz. Daha doğrusu boş sətrimiz var. Bu resultın yerinə A da ola bilər, B də ola bilər, C də ola bilər. Elə bir önəmi yoxdur. Kod cəhətdə elə bir önəmi yoxdur. Dırnaq içərisində heç nə yoxdursa, bu boş sətr deməkdir. Boş sətri qabaqcadan veribsə, demək uşaqlar, niyə veribsə? Boş-boşuna verməz də. Demək, nələrsə bu sətrə əlavə eləyəcək. Kod yerinə yetirilən zaman. İndi bizə deyir ki, i bərabərdir len s çıxılsın 1. Aha, sətr daxil eləmişəm, kitab. Kitab sətridir. Len s nə deməkdir? Yəni, kitabın uzunluğunu tap. Kitabda olan simvolların sayını tap. 5-ə bərabərdir, məsələn. 5 çıxılsın 1. 4. N-in qiyməti oldu 4. Bax ki, əgər kitab daxil eləmişəmsə da, nə qədər ki, i sıfırdan böyük bərabərdir. Aha, i yəni 4-dür, sıfırdan böyük bərabərdir. Result bərabərdir. Result plus s-in i-ninci elementi. Artıq result biz boş sətrinə nəyi əlavə eləyəcəyik? S-in i-ninci elementi. S-in i-ninci elementi nədir? Məsələn, kitab daxil eləmişdimsə, məsələn, deyək ki, s bərabərdir, kitabdır. Aha, kitab daxil eləmişəm mən. İninci element, yəni sıfırıncı elementdir da. Yox. İninci element nədir? 4-dür. Yəni, bax, burada kitabın uzunluğundan 5-dən 1-in çıxdım, 4 aldım. Artıq burada tərs gedişdir. i 4-dür. Result bərabərdir. Result plus s-in ininci elementi. S-in 4-cü elementi nədir? 0, 1, 2, 3, 4. Budur. Artıq biz B-ni əlavə elədik. i bərabərdir i-1. 4-ü bir vaid azaltdıq, oldu 3. 3 sıfırdan böyükdür. Bəli, böyükdür. Result bərabərdir. Result plus s-in ininci elementi. 3-cü elementi. 3-cü elementimiz nədir? A. Fikir versinizsə, bu sıfıra qədər belə gedəcək. Getdikcə də nə edəcək? Daxil edilmiş sətri tərs ardıcıllıqla düzəcək. Olacaq nə? Batik. Və print result deyəcək. Nəticə etibarilə bu kod nədir? Daxil edilmiş sətri elementlərini tərs ardıcıllıqla düzdür. Simvolları tərs ardıcıllıqla düzdür. Burada i çıxılsın 1 sizi çaşdırmasın. Burada i çıxılsın 1 deməsə 5 olacaq. Bizim də 5-ci elementimiz yoxdur.
Niyə yoxdur? Sıfırdan başlayırıq indeksləməyə. Ona görə burada ən düzgünü odur ki, elə len s çıxılsın 1 desin. Bizim daxil etdiyimiz sətir 5 simvolludursa, onun axırıncı simvolu 4-cü elementdir. Niyə? Çünki biz sıfırdan başlamışıq indeksləməyə. Bax, orada 1 çıxmağın səbəbi odur. Bizim daxil etdiyimiz sətir 100 simvolludursa, bizim axırıncı simvolumuz 99-cu simvoldur. 99-cu elementdir. Ona görə 1 çıxır. Səbəbi də yenə deyirəm, sıfırdan başlayaraq indeksləməkdir. Bu tipli kodları yadınızda saxlayın. Bu da belə. Davam eləyək. Yetmiş bir. Klaviaturada beşələri daxil edilib. Yaxşı, aha, bu 5-dir. X bərabərdir 5-dir. N boş sətrimiz var yenə. Yenə boş sətrimiz var. Nə qədər ki, 2 sıfırdan böyükdür. 5 sıfırdan böyükdür, bəli. Y bərabərdir. X-i 2-yə böl qalığını götür. Yəni 5-i 2-yə böl qalıqda bu qalığı götür. 1. Və onu sətr formasına çevir. Çevirdim. Çevirdim. Bu şəkildə düşdü. N bərabərdir. Y plus N. Aha. Burada bir də məsələ var uşaqlar. Diqqətli olun. N bərabərdir. Biz adətən yazıda indiyə qədər nə keçmişdiksə, məsələn, S bərabərdir 0 mən demişdik başda. Aşağıda S ilə bağlı toplama olanda həmişə deyirdik S bərabərdir S plus. N bərabərdir N plus. X bərabərdir X plus. Amma burada fikir verirsinizsə N bərabərdir Y plus N deyir. Bu təsadüfi deyil. Bunun bir səbəbi var. Səbəbi də budur ki, N bərabərdir Y plus N deyəndə mən N sətrinə daxil edəcəyim simvolları tərs ardıcıllıqla yenə yığıram ora. Tərs ardıcıllıq deməyim də, bunu baş sualla qarışdırmayın. Daxil edəcəyim simvolları sondan başa doğru düzürəm. Tutaq ki, bizim belə bir sətrimiz var. N bərabərdir. N plus Y desəm, Y nədir? 1-dir. Burada bu sətrimə mən 1-i belə daxil edəcəyəm. 1. Amma N bərabərdir Y plus N deyirəmsə, mən həminki o 1-i buradan daxil edəcəyəm. Sondan başa doğru. Bax, bunu mütləq yadınızda saxlayın. Yadda saxlamalı şeylərdən biri də budur. Bu belə. Ondan sonra bizə nə deyir? N-i daxil elədim, sondan daxil elədim artıq. Y-i daha doğrusu daxil elədim. Sondan daxil elədim. Bax, burada 1-dir. Bizə deyir ki, x bərabərdir int x bölünsün 2. X-i təzdən ədəd formasına çevir və onu 2 dəfə azalt. Olsun 2,5. X oldu 2,5. Çünki burada tam bölməyib da, elə bölüb. 2,5 sıfırdan böyükdür. Yox. Bir dəqiqə. X-i 2 dəfə azalt, ondan sonra int formasına çevir. Fərqi yoxdur. Birbaşa elə 2 xəttinə də bölə bilərdi. Niyə bunu belə verib? Olsun. 5-i 2-yə böl, 2,5 onu tam formaya çevir, olsun 2. X artıq oldu 2. 2 sıfırdan böyükdürmü? Bəli, böyükdür. 2-nin 2-yə bölünməsindən alınan qalığı tap 0-dır və onu sətr formasına çevir. Olacaq nə? Sətr formasında 0. Yenə n bərabərdir y plus n. 0-ı 1-in yanından yaz. Bax, buradan yaz. Buradan yazdım. Başdan sona doğru gedir. Ondan sonra 2-ni 2 dəfə azalt.
oldu 1. Tam ədəd formasına çevir 1. 1 sıfırdan böyükdürmü? Bəli, böyükdür. 1-in 2-yə bölünməsindən alınan qalıq 1-dir. 1-in 2-yə bölünməsindən alınan qalıq 1-dir. Onu sətr formasına çevir. Sətr formasına çevirdik. 1-i də sətr formasına çevirdik. N bərabərdir y plus n. Yenə topla. 1. Bu şəkildə. Deməli, bax, n bu şəkildə sətr formasını aldı və print n 101 ekrana çıxmış olacaq. Başqa? 88. Yəni A siyahımız var. Print A. A siyahısı olduğu kimi ekrana çıxsın. Və for i in range len A. Kitabı olanlar bunları düzəltsinlər. Kiçik adı. For i in range sıfırdan len A'ya. i'nin sıfırdan neçə elementi var? 3, 6, 9, 12. İ'nin sıfırdan 11'ə qədər qiymətlərində əgər A'nın i'ninci elementi 2'yə bərabərdirsə, A'nın i'ninci elementi bərabər olsun maksimum A'ya. Artıq biz burada A'nın təzə siyahısını yaradırıq. A'nın i'ninci elementi nədir? Tutaq ki, sıfırıncı elementi 2'dir. 2'yə bərabərdir. Bəli, bərabərdir. Həminki bu 2 bərabər olsun nəyə? A'nın A siyahısında maksimum elementə. Maksimum element nədir? 9'dur. Artıq biz burada təzə siyahıda 2'nin yerinə nə yazacağıq? 9. Bu belə. Ondan sonra harda nəyimiz var? Harda nəyimiz var? Bu durur yerində, 1 durur yerində, 9 durur yerində, 3 durur yerində, 5 durur yerində, artıq 2. 2 2'yə bərabərdir, bəli, bərabərdir. A'nın bax bu elementi bərabər olsun A siyahısında maksimum A'ya. Yəni A siyahısının maksimum elementinə. A siyahısında maksimum element nədir? Yaxşı, gəldik də bura qədər. 2, 2'yə bərabərdir. Bərabər olsun, bu 2 də bərabər olsun 9'a. 9'dan sonra gəlsin. 5 durub yerində. Babamın buradan yazıram da. 4 durub yerində. 6 durub yerində. Bu 2 bərabər olsun 9'a. 8 durub yerində. Bu 2 bərabər olsun 9'a. Harda ki 2 var bu siyahıda. Harda ki 2 var, bunu deyir. Əgər A'nın i'ninci elementi, yəni A'nın i nömrəli elementi də 2'yə bərabərdirsə, A'nın həminki o elementin
A siyahısının maksimum elementi ilə əvəz elə. A siyahısında da maksimum element, yəni ən böyük element 9 olduğuna görə 2 olanları 9 ilə neynədik? Əvəz elədik. Bu belə. Burada elə bir 2 dənə çapımız olacaq. Bir, bu başdakı print A çapa gedəcək. A siyahısı çapa gedəcək. Ən sonda da yeni siyahı 2-lərin, siyahıda olan 2-lərin 9-larla əvəz olunmuş forması çapa getmiş olacaq. Bu da belə.